Manatın ucuzlaşması ilə bağlı mövzunu studiyamızda davam ettiririk. Qonağımız iqtisadçı Oktay Haqverdiyevdir. Oktay müəllim, xoş gəlmisiniz. Salam aleyküm, xoş gördüm. Və elə deyərdim ki, əhali çaşqınlıq içindədir. Banklara borcu olanlar, bizneslə məşğul olanlar narahatdır. Bu qərar hansı proseslərə təkan verə bilər? O ki, qaldı biznesə, o biznesdə deməli ixracla məşğul olan biznesmenlər əlbəttə ki, onlar əziyyət çəkəcəklər. Çünki burada yenidən qiymətləndirmə prosesi getməlidir və uduzanlar da olacaq, udanlar da olacaq. O ki, qaldı ümumiyyətcə bu məsələnin deməli devalvasiya ki oldu, bunu düzdür üzən məzənnə deyirlər, amma əslinə baxsın 48% artım özü devalvasiya deməkdir. Yəni bu üzən məzənnə deyil, faktiki olaraq. Ona görə də əlbəttə ki, burada əhalinin o az təminatlı təbəqələri bu məsələdə əlbəttə ki, əziyyət çəkəcəklər. Çünki hələ bu günləri səhər elan olunan kimi mənim yaşadığım evin yanında bir neçə marketlər var. Orada qiymətlər artdı. Bir abası 30 qəpik, misal üçün, bax belə. Hətta mən orada soruşdum ki, niyə bizim Azərbaycanda istehsal olunan malların qiyməti artır? Axı, bu ithal olunmuyor, baxı. Deyirlər, onun bir situasiya belədir ki, bunu eləməliyik. Oktay, mən üzr istəyirəm. Bir müddət əvvəl Aynəsin efirində qonaq olmuşdunuz və elə proqnoz vermişdiniz ki, neftin qiyməti 40 dollardan aşağı düşərsə, yəni manat da aşağı düşəcək və bu proqnoz özünü doğrultdu. İndi bax, nə deyə bilərsiniz? Manat yenə düşəcək? Əgər bizim rəsmi bəyanata fikir versək, bunu üzən məzənnə deyirlər. Üzən nə deməkdir? Bu elə üzə gedəcək. Yəni üstü yuxarı yox, aşağı getməlidir. Çünki bazar iqtisadiyyatının öz qanunları var. Hər şeyi bazar gərək tənzimləsin. Düzdür, inzibati yollarla da xüsusilə də keçid dövründə buna müdaxilə etmək olar. Amma belə məsələlərdə, misal üçün, valyutanın real qiyməti nədir? Onu gərək bazar müəyyən eləsin. İndi bugünkü gündə mən hər halda belə bir qənaətə gəlirəm ki, manat artıq öz real qiyməti tərəfinə gedir. Öz real qiyməti tərəfinə gedir. Bu nə qiymət olacaq, o vaxt, zaman göstərəcək. Yəni, ehtimal var aşağı düşməsi. Əlbəttə ki, var. Amma bir qədər əvvəl elə özüm məlumat oxudum ki, Elman Rüstəmov yəni məlumat verib ki, biz çalışacağıq ki, yəni üzən məzənnədə çalışmaq o deməkdir ki, bunu eləyə bilərik. Bu neçə illərdir bu məzənnəni o təmzimləyib. İndi niyə birdən-birə? Düzdür, hamı bilir də, neftin qiyməti 3 dəfə düşüb. Yəni, bunlar hamısı şərtdir də. İndi nə bilmək olar ki, bir ildən sonra nə olacaq? Yəni, çalışacaq, əlbəttə çalışmalı da, hələ ona görə oturub da orada. Deməli, bugün Azərbaycan üzən məzənnə sisteminə keçdi, artıq bilirik və sizə elə gəlmir ki, hökumət iqtisadiyyatın müəyyən sahələrinə islahat və liberallaşdırma aparmalı idi. Yəni, bu keçid mərhələli ola bilərdimi? Bilirsiniz, bugünkü gündə devlətin iqtisadiyyata olan təsiri çox yüksəkdir. Əlbəttə ki, bu dünyanın yaxşı vaxtında, yəni qiymətlər yüksək olanda, neft dollarları çox gələndə Azərbaycana, bax o vaxtı, misal üçün, tədricən, yavaş-yavaş manatı real qiymətə çatdırsaydıq, o qədər də hiss etməkdir bu cəmiyyət də, insanlar da və s. Amma ki, ümumiyyətcə iqtisadiyyat liberal olmalıdır. Bunun üçün də bizim iri vergi ödəyicilərimizin sayla saymaq olar 5-6 dənədir də. Onlar hamısı devlətin əlindədir. Deməli, nə etmək lazımdır? Özəlləşdirmək lazımdır. Səhmlər çıxmalıdır. Siz, mən gedib o səhmləri almalıyıq.
bu fond birjasında iştirak etməli. Yəni bunlar hamısı əgər bazar iqtisadiyyatından gedirsə söhbət, Yəni hardasa belə xarici olmalı. təcrübədən yararlanmalıyıq. Əlbəttə ki, bütün dünya belə işləyir. Biz göydən düşməmişik. Dolların kursunun qalxması təhsil qiymətlərinə də mənfi təsir göstərə bilər. Nə etmək lazımdır ki, Azərbaycanda istehsal olunan məhsullar ciddi nəzarətə götürülsün və qiymətlər artmasın? Məsələn, Rusiya və Qazaxstanda artıq bunu eləyiblər. Bizdə də var da strukturlar, yəni İqtisadi İnkişaf Nazirliyinin əslində anti-insar departamenti var. Bilavasitə onun funksiyasıdır. Bunlara nəzarət etmək və lazımi qərarlar qəbul etmək. Amma bu, bilirsiniz, bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə anti-insar strukturları heç kimə tabi olmur, prezidentə tabi olur. Çünki bu obyektiv iqtisadiyyatda gedən proseslərə qiymət verməlidir və nəzarəti saxlamalıdır. Amerikada ən çox qorxduqları anti-trestli zakon belə bir qanun var. Sahibkarlar ümumiyyətlə iqtisadiyyatda ondan daha çox qorxurlar, nəinki misal üçün vergi idarəsindən. Bir balaca bir şey dəqiqləşdirin, belə qısa cavab da istəyirəm ki, yəni çox güman ki, ölkəyə gələn məhsulların qiyməti artacaq və bu arada benzin, dizelin qiymətinin aşağı düşməsini gözləmək olar? Bu, bilirsiniz, məntiqə görə düşməlidir. Amma niyə düşmür indiyə kimi bunu hər halda bir izah eləyən yoxdur. Bir dəfə Rövnət Abdullayev nəsə bir çalışdı, bir başa salsın, amma ondan heç bir şey başa düşmədim mən ki, nəyə demək istəyir. Yəni bizim daxili qiymət güya xarici qiymətdən çox-çox ucuzdur, ona görə biz dəymirik. Amma bu şərt deyir axı, o biri ölkələrdə də daxili də var, xarici qiymətlər də var. Yəni bu təmzimlənməlidir. Aydındır. Təşəkkür edirəm Oktay müəllim.